Azərbaycan Xalq Parlamentinin millət vəkili, Aba Media YouTube kanalının rəhbəri və aparıcısı Teymur Eminbəylinin Azərbaycan Xalq Parlamenti millət vəkillərinə müraciəti. Xoş gördük hər birinizi dostlar. Bu gördüyünüz kimi son həmən bu müraciət Teymur Eminbəylinin səhər-səhər mənə göndərdilər. Mən də onu sizin üçün və bütün Azərbaycan xalqı üçün səsləndirdim. Düzü deyim ki, dostlar, ürək ağrıdan bir məsələdir və mən şəxsən təəssüf edirəm və öz fikrimi bildirirəm. Yəni mənim fikrim böyük bir məsələ həll eləmir, təbii məsələdir. Amma biz hər birimiz, yəni əgər yaxşı bir şey varsa və onun dağılmağını heç vaxt istəmərik və arzu eləmərik. Mən düzünü deyim ki, məsələn, mən dünən Qurban Məmmədlinin də efirinə baxdım. Yəni, onu da dinlədim. Və baş verənlərlə bağlı mənim fikrim nədir, dostlar? Mən belə düşünürəm ki, əgər Qurban bəy bizim Ataxan Əbilovdan, Namzəd Səfərovdan, Abid Qafarovdan, Xatirə Cəbrayılovdan və bunların hər birinin böyük bir intellekt olmalarından danışdı və Allah onların canını sağ eləsin. Heç kimin onlara qarşı şübhəsi yoxdur və ola da bilməz. Çox gözəl. Mən bir şeyi istəyirəm, dostlara nəzərinə çatdırım ki, əziz qardaşım, əziz dostum Qurban bəy və yaxud da əziz Teymur Eminbəyli. Dostlar, əgər hər bir adam öz səviyyəsindən, öz xalqa arxayınlığından arxayındırsa, nədən qorxursunuz? Lap yaxşı. Deyirlər ki, yenidən seçilsin. Buyurun, yenidən səs vermə keçirin, yenidən seçki keçirin, yenidən rəyasət heyətinin istifa verin, yenidən seçilin. Bir halda ki, siz deyirsiniz, arxayınsınız. Burada narahatçılığa əsas yoxdur və mən düşünürəm ki, bir də bu parlamenti mən anlamadım. Yəni, siz istifa mədəniyyətini bizə niyə öyrətmirsiniz, əziz qardaşlar? Siz, başa düşmürəm, Azərbaycan Xalq Parlamenti rəyasət heyətində nə qədər pul alırsınız ki, belə qorxursunuz? Əgər 25 nəfər, 30 nəfər, 50 nəfər, inanın mənə, əgər biz bugün, deyək ki, rəyasət heyətinin üzvlərinə, bizim o hörmətli alimlərimizin, hörmətli vəkillərimizə deyirəm, əgər doğrudan da biz bugün Azərbaycan Xalq Parlamenti bugün böyük şübhə altındadırsa, əzizlərim, onda istifa verin, yenidən seçkiyə gedin. Subut eləyin, mən inanıram, mən düşünürəm ki, əziz qardaşlar, bu xalq parlamentinin daha da güclənməsinə səbəb olacaq. Nəinki başqa məsələlərə. Xalq, millət görəcək ki, siz düz idiniz və sizi yenidən də seçdilər. Yəni, bu qədər narahat olmağa əsas yoxdur, mən düşünürəm. Yəni, o nöqteyi nəzərdən mən sadəcə olaraq Ataxan bəyə də mənim çox böyük hörmətim var. Ataxan bəyə də, Namzəd Səfərova da, Qurban bəyə də, Xatirə Cəbrayılovanı mən tanımıram, Abid Qafarovu da tanımıram. Amma təbii məsələdir ki, siz efirlərdən onların intellektinə bələdsiniz və hər birini də tanıyırsınız. İnsana həmişə deyirlər ki, danış görüm səni. İndi əgər siz doğrudan da baxırsınız ki, Azərbaycan Xalq Parlamentində birdən-birə deyək ki, bu boyda millət vəkilləri xalqın qarşısında sizin fəaliyyətinizi şübhə altına alıb, siz nədən qorxursunuz? Bir də siz gözəl bilirsiniz ki, siz ömrünüzün axırına kimi İlham Əliyev prezident olmaq istədiyi kimi siz də ömrünüzün axırına kimi xalq parlamentində, deyək ki, rəyasət heyətində oturmayacaqsınız ki. Amma əksinə, indi bir də istifa verib yenidən seçilsəniz və gələcəkdə, məsələn, xalq parlamentinin təbii seçkilərini bir ildən qaldırmaq lazım gələcək, yəqin 3 il, 5 il yəqin eləmək lazım gələcək. İndi o vaxtı keçən bir il bundan əvvəl istəyirdilər ki, tez-tez seçkilər olsun, insanlar öyrənsin, yəqin o nöqteyi nəzərdən bir il eləmişdilər. O nöqteyi nəzərdən mən hər birinizə müraciət edirəm, əziz qardaşlar. Yəni, əgər bir balaca narahatçılıq varsa, bir balaca kiminsə fəaliyyətinə şübhə yaranırsa və bu şübhəni aradan qaldırmaq üçün bir-birinə ləkə atmaq, bir-birinə nəsə demək gərək yoxdur. Sadəcə olaraq, baxın, 50 nəfər adam, yəni, fövqəladə deyək ki, iclas keçirir.
Buna ihtiyaç var mı? Sadece olarak müraciəti mən yenə deyirəm, bəlkə də mən səhv edirəm, amma mən düşünürəm ki, əgər biz qanunu ölkə qurmaq istəyiriksə, qanunlarla yaşamaq istəyiriksə, bunun başqa çıxış yolu yoxdur, mən düşünürəm ki. Yəni, əgər siz doğrudan da Azərbaycan Xalq Parlamentinin yeni dövrünün başlamasını istəyirsinizsə, yadımıza salaq, gəlin Paşinyan nə elədi, yadınızdadırmı? O boyda qarşılıqda dedilər, yenidən seçkiyə getmək lazımdır, istifa verdi, yenidən seçkiyə getdi və yenidən də uddu. Əgər siz özünüzdən niyə şübhəlisiniz, əziz qardaşlar? Və bütün bu şeylərə son qoymaq üçün mən elə fikirləşirəm ki, seçkiyə getmək lazımdır. Yəni, əgər doğrudan da bu boyda şübhələr varsa və siz də bu şübhəni aradan qaldırmaq üçün, inanın, bu məsələ həll olunandan sonra Azərbaycan Xalq Parlamentinə yenidən axın olacaq. Yenidən insanlar gələcəklər ki, parlament belə olar. Mən artıq danışmaq istəmirəm, dostlar. Sizə, əziz Azərbaycan Xalq Parlamentində olan insanlar, sizə uğurlar arzu edirəm ki, mən ona görə deyirəm, mən istəyirəm ki, Azərbaycan Xalq Parlamentinə növbəti seçkilərdə, əziz qardaşlar, 10 min, 15 min namizəd versin, namizədliyini versin və onların içindən 125 adam seçilsin. Əgər insan efirə baxır və qabağında oturan adamın danışdığından və yaxud da işarəsindən anlamırsa ki, bu şərəfsizdir, şərəflidir və yaxud da düz deyir, səhv deyir, onu anlamırsa, onda bizim hələ İlham Əliyevdən məsələmiz çox uzanacaq, inanın mənə. Yəni, o nöqteyi nəzərdən deyirəm ki, bu ədaləti bərpa eləməyin yeganə yoludur ki, insanlar bir-birinə yığışmaq üçün şübhələr aradan qalxmalıdır. Şübhə olan yerdə insanlar bir yerə yığışa bilməz, inanın mənə. Neysə, uğur olsun onların hamısına, Allah hamısının canını sağ eləsin və mən inanıram ki, elə bu belə də bitəcək.